2022-ci ildən bəri DİM-in buraxılış imtahanlarına saldığı sualların içərisində şagirdlərə çətinlik yarada biləcək sualları seçmişəm. Onların indi izahını verəcəm. Videonu mütləq şəkildə sona qədər izlə ki, sən də imtahanda bu tip suallarla qarşılaşsan, çətinlik çəkmədən rahat şəkildə yaza biləsən. Əgər özünü yoxlamaq istəyirsənsə, izahlardan öncə videonu dayandır və özünü yoxla, daha sonra izahlara bax. Şərhdə isə neçə dənəsini düz yazdığını qeyd edə bilərsən. İndi sualların izahına başlayaq. 17-ci sualda player's mistake apostroflu sözdən sonra isim gəlib doğru variantdır. İkincidə bilirik ki, kökündən dəyişən sözlər heç vaxt S birləşmir bunlara, yəni bu mənə S birləşə bilməz. Üçüncü düzdür, children's doğru yazılıb, right isimdir. 4-də 2 varsa, our-a S birləşməli idi, səhvdir. 5-də isə doğrudur. Today, tomorrow, yesterday, tonight. Bunlarda həmişə apostrof S olur. Doğru cavab 1, 3, 5. B variantı. 18-ci sualda apostroflu birləşmə verilir və cümlə tək question olur. Bu zaman iki boşluq verirlər bizə. Birinci boşluğu götürürük apostroflu sözə görə. Yəni bu hissəni birinci boşluğu policeman sözünə görə götürməliyik. Didn't-dan sonraki hissəni isə bravery sözünə görə götürməliyik. Deməli, birinci tərəfimiz policeman cəm olduğuna görə əvəzliyimiz də cəm olmalıdır. İkinci tərəfimizdə didn't-dan sonraki hissədə isə bravery sözü tək olduğuna görə tək də olmalıdır. İndi variantlarımıza baxaq. Birinci tərəfi cəm, ikinci tərəfi tək olmalıdır. B səhvdir, birinci tərəfi təkdir, C səhvdir, yenə this təkdir, Y-də iç təkdir, səhvdir. A ilə D-də birinci tərəfləri cəmdir, amma ikinci tərəfimiz isə tək olmalıdır. Ona görə D-ni də çıxırıq, çünki Z cəmdədir. Doğru cavab A variantı. Növbəti sual passive voice, amma sual cümləsi formasındadır. Bu tipli suallarda nəyə baxmalıyıq? Deməli, ilk öncə zamanı müəyyənləşdiririk ki, zamanımız keçmiş zamandır. Demək, variantda was və olmalıdır. Tamamlığımız isə the entrance exams-dir. Deməli, birinci sualı vəzliyimi özü qoyuruq, sonra was və gəlməlidir, sonra isə tamamlığımız olmalıdır. İndi variantlarımıza baxaq. When were the entrance exams been ola bilməz, səhvdir. İkincidə were-dən sonra taken yox, entrance exams gəlməli idi, səhvdir. C variantında they ola bilməz, çünki passive voice-da mübtəda işlənmir. D variantında when-dən sonra köməkçi feilimiz, were-miz yoxdur, səhvdir. Doğru cavab Y variantı. Növbəti sual zamanla bağlı sualdır. Bəzən uşaqlar variantlarda çıxmaqla eləyirlər. Amma burada biraz fərqli olacaq, çünki hər tərəfdə zaman zərfi verib. Birinci tərəfdə zaman zərfimiz ago, ikinci tərəfdə yet. Deməli, ago varsa, birinci tərəfimiz sadə keçmiş olmalıdır. İkinci tərəfdə yet varsa, indiki bitmiş inkar olmalıdır. A-da was moving davam edici, B-də is indiki, C-də has indiki. Ya D ola bilər, ya Y ola bilər. İkinci tərəfdə də yet bitmiş zaman və inkar istədiyinə görə doğru cavab D variantı. Bu tip suallarda cümlənin sonuna baxırıq. Əgər bizdən sual sözünü istəyir və cümlənin axırında preposition, yəni sözünü varsa, variantımızda ya who olmalıdır, ya what olmalıdır. Burada da baxıram ki, ancaq who var. Doğru cavab D. Əvəzliyi seçməliyik. Bu tipli əvəzliklər veriləndə ilk öncə baxacağımız şey feil olmalıdır. Baxırıq ki, feilimiz hasdir. Hasdirsə demək both çıxacaq, all çıxacaq. Çünki bunlar özündən sonra feili cəmdə istəyir. Doğru cavab 3, 4, Y variantı. Sual cümləsi. How many, how much bilirik ki, özündən sonra isim istəyir. Deməli, how many buildings bütün variantlarda hamısı burası eynidir. Deməli, bizə lazım olan buildingsdən sonraki hissəsinə baxmaq. Yəni, bura qədər bizdə sual cümləsidir. Daha sonra gəlməlidir köməkçi feil, mübtəda, xəbər. A variantında buildingsdən sonra köməkçisi yoxdur. B-ni saxlayırıq. C variantında did, sonra köməkçi mübtəda olmalı idi. Birbaşa feil gələ bilməz, səhvdir. D variantında bunu da saxlayaq. Y variantında how many-dən sonra didimiz yoxdur, yəni köməkçi feilimiz yoxdur. İndi baxaq variantlarımıza. Did you build? O birisində D variantında deyir did you build?
Bizə də did olduğuna görə feilimiz indiki zaman olmalıdır. Ona görə B variantı. D-də isə build keçmiş zamanda, ona görə səhvdir. Did varsa feili indiki zamanda yazmalıyıq. 13-cü sualda ask varsa zəti çıxmalıyıq və completed sentence suallarında işləyərkən 3 şeyə fikir verməliyik. Ask, want to know, wanda. Bunlardan sonra zət işlənə bilməz. Cümlə sual formasında olmamalıdır. Və bir də ki, when və what time olanda bunlardan sonra bitmiş zaman işləmir. Birincidə baxıram ki, whomdan sonra did gəlib, deməli bu sual formasıdır. İkincini saxlayıram. 3də by whom sual əvəzliyidir. Ondan sonra were gəlib, demək ki bu sual cümləsidir. Bir də 4 düzdür. Doğru cavab 1, 4. 17-ci sualda əvəzlikdir. Burada baxırıq ki, feilimiz asksdır. Demək buna görə win'i çıxacağım, z'yi çıxacağım. Ya he, ya she ola bilər. Çünki 3-cü şəxsin təki də asks. Bu tərəfdə də baxıram ki, house sözü təkdədir. Deməli, those ola bilməz, this ola bilməz. Doğru cavab Y. Növbəti sualda Jane tərcümə eləyir hekayələri. Burada bizim mübtədamız storiesdir. Deməli, feilimiz cəmdə olmalıdır. A-da has var, təkdir. B-də has var, təkdir. C-də has var, təkdir. Stories isim olduğuna görə ondan sonra what gələ bilməz. Yəni, whatdan əvvəl heç vaxt isim gəlmir. Doğru cavab Y. 18-ci sualda nöqtədən sonra dog isim var. İsim varsa, deməli, müstəqil işlənənləri çıxmalıyıq. S-i var, çıxıram. S-i var, çıxıram. Mine da müstəqil işlənənlərdəndir. It cümlənin ortasında gəlmir, əvvəldə gəlməlidir. Doğru cavab Y. 19-cu sualda nöqtədən sonra əgər isim varsa, hansı sual vəzihləri işlənə bilər? Which, what kind of, how many, how much. Bunlar işlənə bilər. Baxıram ki, mənim variantımda which var və what var. Doğru cavabım 2, 3. Zaman cümləsidir. Zaman tapdı. Yəni, burada while varsa, demək keçmiş davam edici zamanı olmalıdır. Ya A ola bilər, ya da C ola bilər. İndi baxaq. C-də injures indiki zaman olduğuna görə səhvdir. Doğru cavab A variantı. Deməli, bunlar verilibsə, burada of var. İlk öncə çıxmalıyam törəmələri, onlardan sonra of gəlməz. Sonra da baxıram feilə. Feilim də cəmdədir. Deməli, all, both, some olacaq. 2, 4, 5 Y variantı. Everyone'dan sonra isə feil tək olmalıdır. Nöqtədən əvvəlki söz problem cansız olduğuna görə ya which ola bilər, ya that ola bilər. Bizdə ancaq doğru cavab C variantı. 14-cü sualda as soon as var, zaman uzlaşması olmalıdır. Bu tərəfdə will varsa, demək digər hissəmiz olmalıdır. İndiki zamanda A bəndi. İndiki sadə zamanda A bəndi. 15-də possessive case. Birincidə actors, films, isim gəlib doğru. İkincidə companies, mail, doğru. Apostrofdan sonra mail isimdir, düzdür. 3də apostrofdan sonra one feildir, səhv də ola bilməz. 4də apostrofdan sonra o da feildə ola bilməz. 5-də ansə cavabı deyir. Bu da doğru variantdır. Yəni isim olduğuna görə doğrudur. 1, 2, 5 Y. Deməli, complete sentence qaydasında burada ask varsa zətləri çıxmalıyam və cümləm sual formasında ola bilməz. Deməli, if-dən sonra will gəlib, demək sual cümləsidir. C-də də when-dən sonra will gəlib, demək sual cümləsidir. Doğru cavab B variantı.